Axşamınız xeyir. Deməli, Kodera 11.6-da 17-ci sualın izahını keçən dərs mən videolara baxdım. Burada diqqətsizlik etdiyim üçün bu misalın izahını yenidən vermək istəyirəm. Yəni olur da, yəni diqqətsizlik olur insanda. Yəni də baxdım ki, orada mən diqqətsizlik etmişəm. Ona görə yenidən izah vermək istəyirəm ki, yanlış yönləndirilməyəsiniz. Demək, burada A-mız verilib ədəd kimi. Sonra deyir ki, onu sətrə çevir. Yəni, sətrə çevirəndə olacaq 1, 1, 5, 1, 6, 3, 4, 5. Aha. Daha sonra A list onu parçalayır. List olanda nə olur? Bir siyahıya salır və onları belə ayrı-ayrı parçalayır. 1, 1, 5, 1, 6, 3, 4, 5. Bax, bu cür parçalayır və bunları yəni, belə. Aha, dırnaqları da bu cür yazaq. For i in a, o deməkdir ki, i-nin qiymətini birbaşa a-ya, yəni daxil olaraq buradan götür. Deməli, i-miz birinci olacaq 1. Bu 1'dir. Aha, i-miz birinci olacaq 1. Deməli, i bərabərdir 1. Daha sonra şərtə düşürəm. A-nın içərisində, A-mız da budur da, bu siyahıdır. Count 1. İ'miz 1'ə bərabərdir. Deməli, count 1. Deyir ki, count bilirik ki, sayır. Deyir, A siyahısında 1'i say. Gör, onun sayı 1'dən böyükdürmü? Mən də baxıram, 1, 2, 3 dənə 1 var. Bəli, 3 1'dən böyükdür. Onda true, yəni bəli, şərt ödənir. Şərt ödəndiyi üçün, bax, mən bunu icra edəcəm. Yəni ki, A siyahısından remove, yəni ilk qarşına çıxan biri sil. Bilirik ki, remove ilk qarşısına çıxan i'ni silir. Yəni, bunu da ilk qarşısına çıxan bir budur. Ona görə bunu silir. Aha, sildi. Daha sonra ikinci dəfə şərtə daxil olanda, yəni daha doğrusu dövrümü davam elətdirəndə i'miz olacaq nə? Birbaşa daxil olur bura. İndi baxın. Biz, mən keçən dərs bax bunu demişdim ki, hə, buradan 1'i götürür. 1'i götürmür axı. Bu artıq bunu sildiyi üçün, baxın, bax bu bunu sildiyi üçün artıq silib axı remove bunu. Remove bunu sildiyi üçün bunun artıq birinci simvolu bu olur, ikinci simvolu bu olur. Yəni, bayaq bu ikinci simvoluydu, bu 1. Ancaq indi bu 1 artıq qarşıdakı bir silindiyi üçün, yəni yoxdur da, artıq ikinci dəfə dövrə girəndə, yəni bax bu i, bax bu i, ikinci dəfə dövrə girəndə nəyi görür? Bunu görür. Çünki axı ikinci səfər dövrə girir. Bax, bir dəfə dövrə girib, indi ikinci səfər dövrə girir. Dövrə girəndə A siyahısında nəyi görür? Bunu görür. Köhnə biri görmür axı. Bax, bu keçən dərs mən bunu saxlamışdım. Ona görə çaşdım, hə, bunu da götürdüm ikinci dəfə. Amma o deyil axı, bunu silib artıq. Baxın, bunu silib. Bu silinəndə i gəlir, ikinci dəfə dövrə girəndə ikinci elementi götürəcək də. Birincini niyə götürsün ki? Artıq bu birinci elementdir, bu ikinci elementdir. Yəni, i'miz burada artıq 1'ə yox, 5'ə bərabərdir. Deməli, count artıq burada nəyi sayacaqdır? 5'i sayacaqdır. 5 neçə dənədir? 1, 2 dənədir. Deyəcək 2 böyükdür 1'dən. Deyəcəm, bəli, böyükdür. Onda qarşına çıxan ilk 5'i sil. Aha, sildi. Baxın indi. 5'i sildi. İndi 3-cü səfər dövrə girir. Baxın, 1, 2, 3-cü səfər dövrə girir. Onda bu 1, 2, 3-cü elementim nə olacaq? 6. Deyəcək 6. Count 6'nı say. 6 1'dən böyükdürmü? Deyirəm, xeyr, ayrı 6 yoxdur axı. Ona görə şərt ödənmədiyi üçün bunu düşə bilmir. Daha sonra 4-cü dəfə şərtə girəndə 1, 2, 3, 4. Deməli, 3'ə bərabərdir i'miz. Yenə 3'ü sayır. Deyir, count 3 böyükdürmü 1'dən? 3 böyükdürmü 1'dən? Deyəcəm ki, xeyr, böyük deyil. Axı, bircə də nədir? Onda yenə remove-a düşə bilmir. Daha sonra i bərabərdir nə olacaq? 4. Deyəcək 4 sayı
Yenə 1-dir. 1 1-dən böyükdürmü? Deyəcəm ki, xeyr. Dəqiqə burada 3 yazdım. 3 yox. Nəticəm 3 olmayacaq axı. Nəticəm 3-ün sayı 1 dənədir. 1 1-dən böyükdürmü? Xeyr deyib düşəcəm. Yenə bir daha dövrə girəcəm. Yenə burada 1 qiyməti alır. Bax bu count 4 sayanda 4'ü 1 alır. Deməli buranın nəticəsi 1 olur. 1 böyükdürmü 1-dən? Deyəcəm, yox. Yenə remova düşənmir. İndi bərabərdir 5. Deməli, burada artıq nəyi sayacaq? 5'i sayacaq. Hansı nəticəni çıxardacaq? 1'i. Çünki 5 bircə dənədir. 1 böyükdürmü 1-dən? Deyəcəm ki, xeyr. Aha, və düşə bilmir. Bitdi. Deməli, siyahım baxın bu qalıb. 1, 1, 6, 3, 4, 5. Daha sonra join bilirik ki, nə edəcək? Bunlar bir sətirdə birləşdirəcək. 1, 1, 6, 3, 4, 5. Bir sətirdə birləşdirir. Int isə onu ədədə çevirir. Yəni, bu dırnaqlar artıq gedir, olur ədəd. Və print A, yəni ədədi çap etdir. Gördünüz, bax, bu ədəd çap oldu. Bu qədər. Sağ olun.